Salam, hər vaxtınız xeyirli olsun sayğıdəyər 14 TV televiziyasının izləyiciləri. Hər birinizi xoş gördük. 14 TV-nin efirində Misra verilişinin növbəti buraxılışı ilə qarşınızdayıq. Bildiyiniz kimi bu günlər İslam aləmində qəmli günlərdən, müsibətli günlərdən sayılır. Çünki Həzrət Peyğəmbərimizin əziz nəvələrinin, balalarının şəhadət günlərinə təsadüf eləyir, Aşura günlərinə təsadüf eləyir. Bu qəmli günlər münasibəti ilə bütün Əhl-i Beyt sevərlərə dərin hüzündə başsağlığı diləklərimizi çatdırırıq. Allah İmam Hüseyn əleyhissalamın bu dünyada ziyarətin, axirətdə şəfaətin hər birimizə nəsib eyləsin inşallah. Mahi mühərrəm oldu, məsərrət həramidir. Matəm bugün şəriətə bir ehtiram edir. Şad olmasın bu vaqiədən şad olan könül, birdən bəlavı qüssədən azad olan könül. Bəli, əziz, dəyərli izləyicilərimiz, bu qəmli günlərdə studiyamızda da qiymətli qonaqlarımız var. Elə bu mövzu ətrafında əziz qonaqlarımızla inşallah söhbət edəcəyik. Mən zaman itirmədən ilk qonağımı sizə təqdim etmək istəyirəm. İlk qonağım dəyərli, ruhani, ilahiyyatçı, alim Hacı Nuhbala Rəhimov. Hacı, xoş gördük. Xoş görmüşük. Allah Mahi Mühərrəm əza ayı olan bu bərəkətli və həm də hüzünlü ayda hər bir kəsin əzasını qəbul eləsin inşallah. Allah ruhumuzu İmam Hüseyn əleyhissalamdan ayırmasın inşallah. Hacı, təşəkkür edirəm, Allah razı olsun. Bu qəmli günlərdə gəlib iştirak etdiyiniz üçün, əlbəttə veriliş boyu Aşura haqqında, Məhərrəmlik haqqında sizin söhbətlərinizi dinləyəcəyik, zövq alacağıq. Və növbəti qonağıma keçid almaq istəyirəm. Növbəti qonağım Əhl-i Beyt məddahı Mahir Əvəzli. Mahir bəy, sizi də xoş gördük. Çox sağ olun, Allah razı olsun. Allah sizi, hamımızı bu yolda sabit qədəm eləsin inşallah. Sizə dərin təşəkkürümü bildirirəm kanal rəhbərliyinə dəvət elədiyinizə görə. Allah bizi Peyğəmbər və onun pak Əhl-i Beytinin yolundan ayrı salmasın, işlərimizə fərəz versin. Təşəkkür edirəm qardaş. İlahi amin. Mən də sizə təşəkkür edirəm gəldiyiniz üçün. Var olasınız. Sizin də səsinizdə Məhərrəmliyin, Aşuranın qəm ahəngini dinləyəcəyik, o müsibətli səhnələri yad eləyəcəyik, var olasınız. Və keçid almaq istəyirəm, Hacı, sizə bir sualla müraciət etmək istəyirəm. Xalqımızın əxlaqi mədəni həyatında Aşura mərasiminin xüsusi yeri var. Xalqımız bu mərasimi özünə məxsus şəkildə qeyd eləyir. Həzrət Peyğəmbərimizin nəvəsi İmam Hüseyn əleyhissalamın, onun mübarək balalarının, dostlarının şəhadətini öz faciəsi kimi hər il qeyd etmək, onların müsibətinə qəmgin olmaq, yana-yana ağlamaq, imamın fədakarlığına olan sayğı və ehtiramın nişanəsidir. Belə demək olarmı ki, İmam Hüseyn əleyhissalam təkcə bir xalqa yox, yəni Azərbaycan xalqı da özünə məxsus şəkildə qeyd etdiyi kimi, digər xalqlar da bu müsibəti qeyd edirlər. Və təkcə bir xalqa yox, İmam Hüseyn əleyhissalam bağlı bir dəyər deyir, bütün insanlığa məxsusi bir dəyərdir. Bismillahirrahmanirrahim. Bütün dünya müsəlmanlarına Həzrəti İmam Hüseyn əleyhissalamın şəhadəti münasibəti ilə, əzalı günləri münasibəti ilə başsağlığı ərz eləyirəm. Allah ruhumuzu Həzrəti İmam Hüseyn əleyhissalamın məhəbbətindən ayırmasın inşallah. Amin. Və çox düz buyurdunuz. Bizim xalqımızın özünə məxsus əzadarlığı var, özünə məxsus mərsiyyəsi var, özünə məxsus bayatıları, ağıları vardır ki, bəlkə də dünya ədəbiyyatına, yəni İslam aləmindəki ədəbiyyata diqqət eləsək, bütün xalqlar Həzrət İmam Hüseyn əleyhissalam üçün noha yazıblar, mərsiyə oxuyublar, əzadarlıq saxlayıblar və çox gözəl nohələr, mərsiyələr, əzadarlıq da olub. Amma Azərbaycan xalqı qədər deyil. Həzrət İmam Hüseyn əleyhissalama yazılan mərsiyələrin, nohələrin sayı, əzadarlığın keyfiyyəti Azərbaycan xalqının əsrlər boyu saxladığı əzadarlıqla müqayisə olunmayan dərəcədədir. Yəni bizim xalqımız həddindən artıq Əhl-i Beytə bağlı olduğunu göstərir bu üstünlük. Amma
həmçinin də biz əgər təkcə İslam nöqteyi nəzəri ilə yox, bütün dünya xalqlarının mütəfəkkirləri nöqteyi nəzəri ilə baxsaq, baxıb görərik ki, Həzrəti İmam Hüseyin əleyhissalam elə bütün bəşəriyyətindir. Həsən. Bütün bəşəriyyətdə nə qədər vicdan azadlığı uğrunda, həqiqət azadlığı uğrunda və məzlumun haqqını müdafiə eləyərək zalimlərə qarşı çıxış siması hər o xalqın ki varıdır, o Həzrəti İmam Hüseyin əleyhissalamdan güc tapıbdır. Və bunu da qeyd ediblər. Biz baxırıq ki, bütün bəşəriyyət üçün İmam Hüseyin əleyhissalamın nə qədər dəyərli olmağına. Bu sözümüzə isbat olaraq dünya mütəfəkkirlərinin Həzrəti İmam Hüseyin əleyhissalamın dəyərləndirdiyi fikirləri biz istəyirik ki, efirdə səsləndirək. Və məşhur Mahatma Gandhi Hindistan xalqının lideridir. Bilirsiniz ki, bu günləri dünyanın ən çox əhalisi olan ölkə Hindistan ölkəsidir ki, o öz xatirətlərində qeyd eləyir ki, mən məzlum ikən zalimə necə qalib gəlməkliyi Həzrəti İmam Hüseyin əleyhissalamın aşurasından öyrəndi. Yəni, əleyhissalam bizdəndir də. İmam Hüseynin peyğəmbəri, müsəlmanların peyğəmbər nəvəsi olan Hüseynin aşurasından öyrəndim ki, məzlum xalqı necə zalim qövmə qalib eləyərlər. Həmçinin böyük İngilis tarixçisi Edward Gibbon ki, bu İngilis tarixçisi Həzrəti İmam Hüseyin əleyhissalamın şəhadəti haqqında yazır ki, Hüseynin şəhadəti ən soyuqqanlı tarixdə, əgər Hüseynin şəhadətini açıb oxuyan ən soyuqqanlı oxucu belə Hüseynin şəhadət motivlərini oxuyanda onun qəlbinə istər-istəməz şəfqət, mərhəmət və kədər hakim olur. Bilirsən bu nədəndir? Bu, Həzrəti İmam Hüseyin əleyhissalamın elə-belə şəhid yox, şəhadət uğrunda atdığı hər addım insanı duyğulara xidmət eləyir. Yəni, insan ağlamalıdır məhz başına bu iş gələndə. İnsan savaşmalıdır məhz bu hadisə ilə üz-üzə gələndə. İnsan aclığa, susuzluğa davam getirməlidir bu hadisə ilə üz-üzə gələndə. İnsan vəfalı olmalıdır ailəsinə, bacısına, qardaşına, evladlarına bu cür çətinliklərlə üz-üzə gələndə və tarixçilər də Həzrəti İmam Hüseyin əleyhissalamın şəhadətini ən xırda hadisələrlə belə, xüsusən İngilis tarixçiləri çox təəccüblüdür. Xüsusən müsəlman tarixçiləri daha çox kədərli mövzuları qələmə alıblar. Amma İngilis tarixçiləri və bu günləri də adını qeyd etdiyimiz Edward Gibbon yazır ki, ən soyuqqanlı oxucum belə Həzrət Hüseynin şəhadət tarixini oxuyanda qəlbində həm şəfqət, mərhəmət hissi doğmalarına, vəfadarlarına qarşı, həm də kədər hissi hakim oldu ki, bu doğmalarım, bu vəfadarlarım Allah yolunda qurban gedir. Ona görə yox ki, qurban gedir, kədərlənir, amma ona görə ki, onu öldürənlər bilirlər ki, bizə əl qaldıranlar bilirlər ki, həqiqətdə bizə əl qaldırmaq Allahın qəhrinə, qəzəbinə səbəb olar. Və məşhur Rus şərqşünası Vasili Bartold, Rus şərqşünasıdır, yazır ki, İmam Hüseyin hərəkatı insanın ruhunun azadlığı və insanlıq şərəfini qorumaqdan ötəri atılmış ən mükəmməl addımdır. İnsanlıq şərəfini, insanlıq ləyaqətini qorumaqdan ötəri atılmış ən mükəmməl addımdır İmam Hüseyin əleyhissalamın şəhadəti. Və bütün bu dünya mütəfəkkirlərinin fikirlərini oxuduqca, araşdırdıqca və həm özümüzə, həm dinləyicilərə, həm bütün bu
hadisəni araşdıran, dinindən, irqindən asılı olmayaraq bütün mütəfəkkirlər subut eləyirlər və özlərinə subut olur ki, doğrudan da İmam Hüseyn əleyhissalam bəşəriyyətin dəyəridir. İmam Hüseyn əleyhissalamı tanımaqdan ötəri müsəlman olmaq lazım deyil. İmam Hüseyn əleyhissalamı tanımaqdan ötəri ərəb, türk, fars olmaq lazım deyil. İmam Hüseyn əleyhissalamı tanımaqdan ötəri vicdanlı olmaq lazımdır. İnsan olmaq lazımdır. Və bütün insanı, əsl insanı dəyərləri aşılayan sonunda İmam Hüseyn əleyhissalamı tanıyır və bu tanıtımla da müsəlman camiyyəsinin nə qədər böyük bir müqəddəs şəxs yetirdiyini və o şəxsin Allah uğrunda, din uğrunda, vicdan uğrunda, ləyaqət uğrunda və ümumi bəşəri dəyərlər uğrunda necə şəhadətə yetməyinin şahidi olurlar. Ona görə də biz bir daha təkrarən, yəni sizin sözünüzə qüvvət olaraq qeyd etmək istəyərdik ki, həqiqətən də həm müsəlman, həm qeyri-müsəlman təfəkkürlü, düşüncəli insanlar üçün İmam Hüseyn əleyhissalam ümumbəşəri bir dəyər simvoludur. Hacı, təşəkkür edirəm. Bu hissədə istəyirəm, belə deyək də, yəni bu bizim ümumiləşdirdiyi bu məsələni çox gözəl şəkildə vurğuladınız. Yəni həqiqətən də qiymətli nöqtələrə toxundunuz. Amma bəzən görürsən ki, bizim də yəni içimizdə bəzi adamlar çıxırlar, deyirlər ki, Hacı, belə bir fikirlər irəli sürürlər ki, İmam Hüseyn əleyhissalam deyirlər ərəbdir. Biz məsələn ərəb deyilik də, belə məsələn deyirəm, fərqli millətin, yəni kimliyimiz var. Yəni biz niyə ərəb ağlamalıyıq? Bəşər dəyərindən söhbət eləyiriksə, cılız fikirlər elə cılız olaraq da qalacaq. O, belə deyək də, üzr istəyirəm çox-çox, sizdən də, tamaşaçılardan da belə bir Azərbaycan atalar sözü var. Deyir, tısbağa qınından çıxdı, amma qının bəyənmədi. Bizim xalqımızın xalq kimi tanınmasında müstəsna rolu olan bütün mütəfəkkirlər Hz. İmam Hüseyn əleyhissalamın şəxsiyyəti qarşısında baş əyirlər. Bəli. Yəni istisnasız. Nizamisi, Nəsimisi, Füzulisi, Seyyid Əzimi, hər kəsi, Xaqanisi, hər kəsi və dünyanın ən ağıllı insanları, dünyanın ən dahi insanları ki, onların adlarından, bəzilərinin adların sizin üçün qeyd elədim ki, onlar ki, heç biri saydıqlarım ki, 3-5 sözümün əvvəlində mütəfəkkir adı saydım. Onların heç biri ərəb də deyil, heç müsəlman da deyirlər. Yəni, biri ingilisdir, biri rusdur, biri hindusdur. Hətta Mahatma Gandhi heç kitab əhli də deyil. Kitab əhli də deyil. Yəni, söz bu ki, o kəsdə ki, öz içimizdən adı, nə bilim, Məmməd. Məsələn, adı Əhməddir, adı hətta Hüseyndir, məsələn, baxırsan. Olsun, yəni. Hər adı Muhammed ola bilməz şəhibətha, hər aşığı sadiq, üveysi qərən olmaz. Yəni, ad onları, təəssüflər olsun ki, o gözəl adlar onları gözəlləşdirə bilmir. Yəni, çirkin fikirlərinə görə, təhrif olunmuş fikirlərinə görə, onlar ateistlərin tör-töküntüləridir və bütün tarix də bilir bunu, xalq da bilir bunu, millət də bilir bunu ki, ateizm Azərbaycanda 20-ci ildən sonra, Sovet hökuməti qurulandan sonra vüsət tapmışdı. Yəni, ondan əvvəl kim ki dinsiz olubdu, Allahsız olubdu, o da gizlin olubdu. Amma ateizm gələndən sonra bunlar öz fikirlərini açıq-aşkar cəmiyyətə hakim elədilər və sonradan da ateizm özü tarixin zibilliyinə yuvarlandı, getdi. İndi ateizm başqa bir şəkildə, başqa bir görkəmdə əgər doğulursa, kimdən doğulur, kim doğur onu da bilmirik, yaranırsa, onun da heç şübhəsiz ki, əbədi məktəb qarşısında davam gətirməyi, yəni sual altındadır. Mümkün deyil. Çünki dəyər deyəndə insani duyğular, insanı istiqamətləndirən həqiqi vicdan, sənin mənim başa düşdüyüm yox. Allah ki, xilqət aləmində kainatı xəlq eləyibdir və Allah təbarəkə və təala kainatı xəlq eləyəndə bəşəri kainatın hakimi,
əşrəfi adlandırdı. Və bəşər də ona görə kainatın əşrəfi, gözəli, ən üstünü adlandırıldı ki, onu əql və vicdan idarə eləyir. Ki, həmən bu əql və vicdan digər bir məxluqlarda, digər yaranmışlarda insan qədər kamil deyil. Və bu yaranmış insanların da ən kamili Peyğəmbər və Əhl-i Beytidir. Deyir ki, ilahi xilqəti aləmdə himmət eyləmisən, yeri, göyü, yədi qudrət və sənət eyləmisən, nücumi, ay, günü, afaqa zinət eyləmisən, əgərçi kun fəyəkuna işarət eyləmisən, mənim Allahım Hüseyni xəlq eləməkdə qiyamət eyləmisən. Yəni bu İmam Hüseyn əleyhissalam bəşəriyyətdə Yəzid və onun töküntüləri tərəfindən ki, bu günləri də vardılar, bəziləri ateist görkəmində, bəziləri müxtəlif cildlərə giriblər ki, onlar təhrif olunmuş insanlığı cəmiyyətdə hakim eləmək istəyirdilər. Təhrif olunmuş düşüncələri, təhrif olunmuş baxışları cəmiyyətdə hakim eləmək istəyirdilər. İmam Hüseyn əleyhissalam onların baxışlarını məhv elədi. Dünyada bir haqq və onun qarşısında duranın batil olmasını sübut elədi. Dünyaya hakim haqqdır. Və haqqın üstünə də həmişə batil kölgə salmaq istəyib. Amma bacarmayıbdır. Hacı, təşəkkür edirəm. Allah razı olsun. Həqiqətən də çox qiymətli, dəyərli fikirlər idi. Əlbəttə, söhbətimiz davam edəcək mövzu ətrafında. Amma bu məqamda istəyirəm bizim qiymətli, dəyərli Əhl-i Beyt məddahı Mahir Əvəzli əzizimizdən bir ifa eşidək. Aşura günləridir. Bu münasibətlə bizim, yəni əlbəttə ki, qəmgin halda olmağımızın xüsusilə bu günlərinə, yəni böyük təsiri var. Siz də o qəm avazınızla, qəm dolu səsinizlə qəlbimizi, ürəklərimizi biraz da yumşaldasınız. Buyurun, inşallah sizi dinləyək. Kəliməyim necə məyən dildən ahuzarəm verməyim icazət çeşmi aşkı barəm gəlməyim necə məyən dildən ahuzarəm verməyim icazət çeşmi aşkı barəm qoydular balamı bir kəfən məzarəm nuri hər du eynim vay bir kəfən Hüseynim vay can əzizi Zəhraya 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 oğlumun dolanayam məclisi əzasin açmaram başımdayan həşrədək qarasin oğlumun dolanayam məclisi əzasin açmaram başımdayan həşrədək qarasin əllərim ürəkdə eylərəm nəvasin nuri hər du eynim vay bir kəfən Hüseynim vay can əzizi Zəhraya can
Can əzizi Zəhraya, can əzizi Zəhraya. İmam-ı Sadiq ağa buyurur, sizə hər nə müsibət baş versə, Cəddim Hüseynə təvəssül eləyin. Çün İmam Hüseynin müsibətinə heç bir müsibət çata bilməz. Ay şəhidlər sərvəri, ay cənnət cavanlarının ağası. İmam gəldi Əli Əkbərin başının üstünə, dedi Əli, Əli, dizlərimdə taqət yoxdur, səni aparam xeymələrə bala. Üzün dolandırdı xeymələrə, dedi Əbbas, Əkbərim əllərimdə qalıb, ay qardaş, ay qardaş. Qəlbim qəm ilə dolsa, Əbəl Fəzlə ağlaram. Gülüm çəməndə solsa, Əbəl Fəzləyə ağlaram, ağlaram. Yad eylərəyəm o sacını, düşdü qolları. Ömrüm nə qədri olsa, Əbəl Fəzləyə ağlaram, ay qardaş, ay qardaş. Kim dildə Hüseynin adını əzbər apardı? Elədir də. Kim dildə Hüseynin adını əzbər apardı? Qəbrə əli boş getmədi, bir gövhər apardı. Mən Hüseynəyəm, ağa deyir ha, mən Hüseynəm, mənə sarı kim götürə bir qədəm, min qədəm gəlləm, yəqin olsun, ümidvar olsunlar mənə, mənə. Pak əzadarım, aşiqlərim, ya ki zəvvarım, ölsə qorxmasın. Qəbrinin əvvəl gecəsi, intizar olsunlar mənə, mənə. Ma ərzuqna fid dünya ziyarətəl Hüseyn və fil ahirətil şifaətəl Hüseyn. Təşəkkür edirəm Mahir bəy, Allah səsinizə bərəkət versin. Həqiqətən də bir qəm ab havası yaratdınız burada, var olasınız. Ya Hüseyn, kimsən kimi öz xanımanından keçər? Ya Hüseyn, kimsən kimi öz xanımanından keçər? Kimsənin tək haqq yolunda başı canından keçər. Hacı, xalqımızın ümumiyyətlə, yəni ədəbiyyatımıza nəzər etdikdə İmam Hüseyn əleyhissalama olan sevgi və dəyərin nə qədər dərin olduğunun şahidi oluruq. Ədəbiyyatın hər sahəsində, aşıq ədəbiyyatı, şifa xalq ədəbiyyatı, əruz ədəbiyyatı fərq etməz. Bütün sahələrdə Kərbəla mövzusuna müraciət edilib. Bütün bunlar nəyin göstəricisidir? Bütün bunlar Azərbaycan xalqının xəmiri Əhl-i-Beyt məhəbbəti ilə yoğrulubdur. Yəni, buna bir başqa ad vermək olmaz. Bir mənalı olaraq. Bir mənalı olaraq. Biz ədəbiyyatımızda görürük ki, Nəsimidən tutmuş, Raci, Sərraf, Hacı Seyid Əzim Şirvani, Pürxun, Dilqəm, Dilsus, Abbasqulu Ağa Bakıxanov, Xurşudbani Natavan, Qasım bəy Zakir, Hacı Rıza Sərraf. Hara ədəbiyyatda üzü çörürsən, görürsən ki, o çox qüvvətli mərsiyə yazıb. Məsələn, şeirlərindən daha güclü mərsiyələri vardı. Məsələn, Abbasqulu Ağa Bakıxanov, Kərbəla Saxlaginən Nəşi Əli Əkbərimi, verirəm çünki əmanət sənə gül peykərimi. Və yaxud da ki,
Seyyid Əzim bu mərsiyəsi ilə xət qoyubdu bütün mərsiyələrin üstündən. Hər kəs ki, Hüseyn tək olmaz aşiq, zövqi ələmi səfanı bilməz, nuş eyləməyən meyi bəlani, keyfiyyəti kərbəlanı bilməz. Ya Hacı Rıza Sərrafda baxırıq ki, İmam Hüseyn əleyhissalamın qucağında oxlanmış Əli Əsgəri film kimi necə nəzmə çəkir. Dişrə gəl, xeymədən axır, cigərim yandı bacı, əlim üstündə Əli Əsgərim oxlandı bacı, gəl balam oxlandı bacı. Ox Əli Əsgərə dəydi, məni bitab elədi, gözün açdı, gözümə baxdı, yenə xab elədi. İçdi öz qanını, qan Əsgəri sirab elədi, çox axıb qanı, ayağım, əlim islandı bacı. Yəni, bu hansından üstün tutasan, bilmirsən. Hətta baxırsan aşıq ədəbiyyatına. Adətən ki, bunların müqabilində aşıq ədəbiyyatına, yəni məhərrəmlikdə çox az müraciət olunur və yaxud da ki, bəlkə də xalqımızın böyük əksəriyyətinin bəlkə də məlumatı olmaz və yaxud da az hissənin məlumatı olar ki, aşıq ədəbiyyatında çox böyük sözlər deyilibdir. Yəni, Kərbəla, Abbas və Gülgəz əsəri vardır. Abbas Tufarqanlının əsəridir. Abbas və Gülgəz əsərində gör, yəni Abbas Tufarqanlı nələrə işarə vurur. Deyir ki, asta gedin, mən də gəlim, yetirim. Siz gedirsiniz Kərbəlaya, ərzim var. Çavuşlara deyir, asta gedin, mən də gəlim, yetirim. Siz gedirsiniz Kərbəlaya, ərzim var. Çox sitəmlər oldu mən binəvaya. Adı bəlli Mürtəzaya ərzim var. Yəni, Əli əleyhissalamın kandarına mən də dəxil düşmüşəm. Ay Çavuş ki, ziyarətə, Kərbəla ziyarətinə adamlar aparır. Çavuş dəstə başçısıdır ki, qədimdə karvanbaşı ziyarətə aparan adamların xüsusi adı olubdur. Mənim də deyir, ərzim vardı Mövla-i Əli əleyhissalama, mənim də ərzim var, deyəcəklərim vardı. Ahu kimi oylamadım çölləri, sona kimi yayxımadım çölləri. Fərat üstə düşdü şümşad qolları Əbəlfəzl, ələmdara ərzim var. Abbas deyər, sözlərini hədəfdə, gözüm qaldı, gəcdən bağ-ı Nəcəfdə, arzum budur, gedim qalam Nəcəfdə, Həzrət Əli Mürtəzaya ərzim var. Bu, Abbas Tufarqanlı ki, Azərbaycanın məşhur, yəni 16-cı, 17-ci əsrin yaşayıb yaratmış aşıq şairlərindəndir. Və yaxud da ki, şifahi xalq ədəbiyyatında, Koroğlu dastanında Paris nüsxəsində, özdə Paris nüsxəsində, yəni bu qorunur, saxlanılır. Koroğlunun dilindən deyir dünyaya ki, dünya nə qədər namərddir. Koroğlunun dilindən deyir ki, qoç Koroğlu sizdən qorxmaz ürəyi, haqq yanında qəbul olsun diləyi. Həsən, Hüseyn, ərş kürsüsü dirəyi Kərbəlada şəhid etmədin dünya. Yəni sən bu cür adamları haqqın dirəyi olan, yeri göyü Allah bunlara xatır saxlayan bir şəxsi, ay dünya, sən heçə xəricləmədin. Yəni bu cür biz şifahi xalq ədəbiyyatında bu simalara rast gəlirik. Aşıq ədəbiyyatında bu simalara rast gəlirik. Həmçinin 19-cu əsrin qadın aşıqlarından ki, Ələvi deyərdilər ona, Ələvi, yəni bir mənsubiyyətdir o da. Şah Sultan adlı bir şairə, aşıq şairə deyir ki, Şah Həsən, Şah Hüseyn Kərbəladadır. Lənət ol Yezidə həm Mərvanədir. İmam Zeynal eşqində pərvanədir. Gül üzar eylədi zindan içində. Yəni, İmam Hüseyn əleyhissalam, İmam Həsən və İmam Hüseyn əleyhissalam Kərbəlanın mahiyyətidir. Biri Kərbəlanın müqəddiməsini qoydu, biri Kərbəla hadisəsinin qəhrəmanlıq mücəssəməsi oldu. Və lənət olsun Yezidə və Ali Mərvana ki, bu şəxsiyyətlərə qarşı döyüşdü. İmam Zeynəlabidini zindanı eləsələr də İmam Zeynəlabidin zindanda olar ikən hər yeri cənnətə döndərdi. Yəni, insanların tərzi təfəkkürünü
düz istiqamətə çöndərdi. İmam Zeynəl Abidin həbs olunana qədər, İmam Zeynəl Abidin əli qolu bağlı Yezidin sarayına gələnə qədər Əhl-i Beytə, yəni bu aşıq şairə deyir, Əhl-i Beytə xaricilər deyirdilər. Amma İmam Zeynal eşqinə pərvanədir, gülüzar eylədi zindan içində. Yəni ətrafındakiləri qaranlıq küfrün zindanında onların qəlbini Gülüstana çevirməyi bacardı öz bəlağəti ilə, fəsahatı ilə. Və böyük Aşıq Ələsgər ki, Aşıq Ələsgər aşıq ədəbiyyatının deyərdim ki, belə deyək də, Sovet hökumətindən bu tərəfə aşıq ədəbiyyatında elə də bir Əhl-i Beytə, yəni nəsihətə, samballı söz deyilməyibdi. Yaxşı aşıqlar olubdu, amma o səviyyədə olmayıbdı. Aşıq Ələsgər sanki onun son nümayəndəsidir. Bir haşiyyə çıxım üçün Sovet hökuməti qurulana qədər aşıq sənəti təqribən 15-16-cı əsrlərdə xalqımızda vüsət tapmağa başladı və təqribən 4 əsr, 5 əsr civarında bütün ölkənin müxtəlif güşələrində, toy mərasimlərində, yas mərasimlərində, mövludnamələrdə, insanların milli bayramları ilə, dövlət bayramları ilə əlaqəli olan bütün icmalarda, təşkilatlarda aşıqlar iştirak ediblər və hər iki kəlmələrindən biri Əhl-i Beyt əleyhissalatu və salamların tərifi olub. Sovet hökuməti qurulandan sonra isə aşıqları məcbur elədilər ki, ancaq ateizmlə, ancaq proletardan, al bayraqdan filandan. Ona görə də yəni Sovet hökumətindən bu tərəfə Aşıq Ələsgər civarında, Aşıq Ələsgər səviyyəsində hələ biz aşığımız yetişməyibdi. Və Aşıq Ələsgərin də məşhur "Qan ağla gözüm şah-ı şəhidanə bu gündə", Aşura günü üçün. "Qan ağla gözüm şah-ı şəhidanə bu gündə, həm Kərbəla dəştində olan qanə bu gündə, 172 bəxti qara, çöhrəsi gülgün, can eylədi din yolunda qurbanə bu gündə." Yəni, Aşıq Ələsgər də İmam Hüseyn əleyhissalama ağlamağı və onun ətrafında olan 72 nəfər sahabəsinə ağlamaqlığı, xüsusən Aşura günündə əza tutmaqlığı özünə vacib bilir və öz könlünə "qan ağla könül" deyə müraciət edir. Yəni, "Qan ağla könül şah-ı şəhidanə bu gündə." Yəni, bu cür nə bizim ədəbiyyatımızın bütün sahələrində, istər şifahi ədəbiyyatda, istər aşıq ədəbiyyatında, istər əruz ədəbiyyatında bütün dahilərimiz, şairlərimiz, mütəfəkkirlərimiz, nasirlərimiz Əhl-i Beytə, Əhl-i Beytin bu zikri müsibətində qələm sınıyıblar. Amma mən deyərdim ki, bunların içərisində ən can yaxıcı, ən əvəz olunmaz və doğrudan da zikri müsibət olaraq Aşura mahiyyətini, Kərbəla hadisəsini qanlı yaddaşlarda canlandıran Böyük Məhəmməd Füzulinin Hədiqətü Süəda əsəridir. Yəni, başdan başa Hədiqətü Süəda əsərini oxuyanda, yəni, insan ağlamamaq mümkün deyil, qəmlənməmək mümkün deyil. Bir dənə mən misal vurum, Hz. İmam Hüseyn əleyhissalamın Aşura günündə hamı ətrafı şəhid olandan sonra axırda bir dənə İmam Zeynəl Abidin, o da xəstə, qızdırma içində İmam Hüseyn əleyhissalamın ata-bala vidası vardı. Hədiqətü Süəda əsərində ki, necə ayrılanır. İmam Hüseyn əleyhissalam vəsiyyət eləyir İmam Zeynəl Abidinə və vida vəsiyyəti deyərlər buna ki, İmam Hüseyn əleyhissalamın İmam Zeynəl Abidinlə vida mərasimində Füzuli İmam Hüseyn əleyhissalamın dilindən bu cür deyir. Deyir, gələk həmdəm ki cismimdə vida etməkdədir canım, tökər qanlar, anıb firqət, bəlalı çeşmi giryanım, mənim müşkül deyil halım ki qurbi həq qılır hasil, qəmi dünya əlindən qurtulur hala giribanım, sənin üçün ağlaram kim, edəcəkdir halını müstər,
həm əda zülmü cövri, həm mənim ənduhi hicranım. Allahu Ekber. İmam Hüseyin əleyhissalam ağlayır. Çağırır oğlu İmam Zeynəl Abidini, vida eləyir onunla. Deyir, gəl artıq mən bu canı Allah yolunda təslim eləyirəm və Allah yolunda canı təslim eləmək mənim üçün çox çətin deyil, bəlkə də asandır. Amma mənim canım düzdür qəmdən qurtarır, dünyanın məlamətindən qurtarır. Ağlayıram sənin halıva ki, sən həm mənim ayrılığıma görə əziyyət çəkəcəksən, həm də düşmənlər sənə çox cövr, çox zülüm, çox sitəm eləyəcəklər. Yəni sənin halıva o yöndən, yəni kömək olaraq, dayaq olaraq ağlayıram ki, Allahdan sənə səbir və qüvvət diləyirəm. Yəni Füzuli qədər, Füzulinin Həqiqəti Süəda əsəri qədər heç bir mərsiyədə, heç bir əsərdə, yəni bu cür can yaxıcı ibarələr yoxdur. Ümumilikdə biz baxıb görürük ki, bizim xalqımız dünyada Əhl-i Beyt sevgisində birincidir və bütün dünyanın Əhl-i Beyt sevərlərindən soruşan olsa ki, Azərbaycanlılar kimdir? Necə ki, bu yaxınlarda bir dənə Türkiyədəki Türk qardaşımızdan soruşublar ki, Azərlər kimlərdir? Deyib ki, Azərlər o kəslərdilər ki, İmam Hüseyin onların babalarıdır. İmam Hüseynin torunlarıdır. Yəni İmam Hüseynin nəvələridir. Bizim xalqımız İmam Hüseyinlə tanınır. İmam Hüseyin məhəbbəti ilə tanınır və heç şübhəsiz ki, ölkəmizdə olan müqəddəs ziyarətgahlar da həm Nardaranda, həm Həkimə xanım Bibi Heybətdə, həm Gəncədəki İmamzadələr, Bərdədə İmamzadə, Yardımlıda İmam Zeynəl Abidin əleyhissalamın ziyarətgahı, yəni çoxdur. Adını sayamadığım bir çox bəli ziyarətgahlar vardı ki, Əhl-i Beytin özünün düşmənin zülmündən əziyyət çəkdiyi anlarda pənahgah olubdur. Bu ölkə, bu xalq, bu millət pənahgah olubdur. Yəni Əhl-i Beytin balalarının qoruyucu məkanı olubdur. Ona görə də biz öz babalarımızın yolu ilə getməliyik və bu böyük iftixar hissidir. Biz bu iftixar hissini daha da artırmalıyıq. Nəinki o bayaq dediyim kimi bəzilərinə görə təhrif olunmuş milləti, xüsusiyyəti, geni, qanı, düşüncəsi, dini, irqi təhrif olunmuşların fikri ilə yox, öz sadiq babalarımızın, öz yəni mərd, Allah tanıyan, millətini sevən, xalqın xidmətində duran mömin kişilərin yolu ilə getməliyik. Allah sizə əcr versin. Hacı, təşəkkür edirəm. Həqiqətən də çox şaxəli, ətraflı, geniş, eyni zamanda da çox gərəkli bir məlumatlar verdiniz. Xüsusilə bizim izləyicilərimiz üçün düşünürəm ki, bu məlumatlar çox dəyərlidir, çox qiymətlidir. Bilmədiklərimizi də öyrəndik və öyrənməliyik də. Təbii ki, hər birimizin, necə ki, Həzrət Peyğəmbərimizin hədislərinin birində belə keçir ki, beşikdən qəbrə qədər insan öyrənməlidir. Bəli, biz də bu cür bizim əcdadlarımızın, bizim ata-babalarımızın yolunu, onların bizə ötürdükləri dəyərləri mütləq şəkildə öyrənməliyik və biz də gələcək nəsillərə ötürməliyik. Çox təəssüf ki, artıq verilişimizin sonuna çatırıq. Mən artıq sağollaşmaq məcburiyyətindəyəm. Amma hər dəfə dediyim kimi, yəni o qədər mənəvi ab-havada verilişimiz keçir ki, insan heç bitirmək istəmir. İnşallah növbəti verilişlərdə, Hacı, növbəti proqramlarda sizi yenidən qonaq qismində görmək bizim üçün, izləyicilərimiz üçün gözəl bir, belə deyək, yəni bərəkətli bir hadisə olacaq inşallah. Və sonda mən istəyirəm sözü yenidən bizim qiymətli Əhl-i Beyt məddahı Mahir Masallı qardaşıma verim. Bir ifa, bir mərsiyə səsləndirsin inşallah. Onunla da proqramımızı yekunlaşdırıq. Mərsiyə bu barədə hansısa bir məlumat vermək istəsə, buyurun. Mərsiyə İmam Hüseyin əleyhissalam haqqındadır. Ağamız İmam Hüseyin əleyhissalamın haqqındadır. Mərsiyəmizin adı belə adlanır. Ağacan halal eylə. Dinləyəcəyik və bununla da verilişimiz sona çatır. Mən hər birinizi Allaha tapşırıram. Bu qəm günlərində, əza günlərində etdiyiniz əzadarlıqları Rəbbimiz ali dərəcədə qəbul eləsin inşallah. Bizi də, xalqımızı da, İslam ümmətini də öz dualarınızda yad edin. Sizə Allaha əmanət edirəm. Xuda hafiz.
biləməm mən qatmamışam bu zindanəm. Hər gecə mən ağlamamış yatmamışam bu zindanəm. Helal eyle sinemi gemi ve bölmedim ben. Helal eyle sana hatir ağa ölmedim ben. Helal eyle, helal eyle Hüseyin canım, ağa canım Hüseyin canım, Hüseyin canım, ağa canım Hüseyin canım, Hüseyin canım, Hüseyin canım. Tut elimi mənim Hüseyin can, məni qovma sarayı rəhmətindən. Qismət elə mənə dübarə ki öpəm o şərəfli türbətindən. Qismət elə mənə dübarə ki öpəm o şərəfli türbətindən. Baharım Hüseyin, kararım, kararım, kararım Hüseyin, vigarım Hüseyin, vigarım, vigarım, nigarım Hüseyin. Hüseyin canım, ağa canım Hüseyin canım, Hüseyin canım, ağa canım Hüseyin canım, Hüseyin canım, Hüseyin canım. Her ilaha şövle azza ağlamışam Hüseyin canım. Sinemim ben gamlerime dağlamışam Hüseyin canım. Helal eyle, olmadım sana değerli nöker. Helal eyle, dolmadı sana həmişə gözlər. Helal eyle, helal eyle Hüseyin canım, ağa canım Hüseyin canım, Hüseyin canım, ağa canım Hüseyin canım, Hüseyin canım, Hüseyin canım. Ey kapısı Babir Aca Hak-ı Şafa Hüseyin canım. Ey şerefi Ali Abba Gol-i Khuda Hüseyin canım. Çukur yerden yıkılıp toprak üstte kaldın. Kana battın, hakkıdan lübhi gayret aldın. Kana battın, hakkıdan lübhi gayret aldın. Köyde tutup azam melekler başı şimri bir haya kesende. Bacımın zülfleri ağardı, telliden kanlı məktələ enəndə. Bacımın zülfleri ağardı, telliden kanlı məktələ enəndə. Baharım Hüseyin,
Kararım, kararım, kararım o sen. Vigarım o sen. Vigarım, vigarım, nigarım o sen. Sadəcə olaraq onu necə baxır, necə istifadə edirsən? Bəli. Hansı məqsədlə istifadə? Ki sizin bəstəkarlıq qabiliyyətiniz də var. Şeir yazmaq, bir çox ilahilərin Hacətinizi, yəni orada sizə deyir pislik eləyənlərə siz yaxşılıqlarla cavab verməliyiniz. Məsəl üçün yay vaxtıdır, dənizdə, orada, burada istirahət edir. Ələmdar yeganə adam idi ki, qətiyyən qoymurdu ki, biz onu imitasiya edəyik. Geçmişlerde qalıb xəyalatımız. Hələ keçmiş zəiflənir. Kaş o gün bugün olaydı məndən. Bu bir şey. Haif gedir əldən muğamatımız.